Vəfalı dost. Kamran dayı meşənin ətəyindəki kiçik daxmasında Sadiq və qoca iti ilə birlikdə yaşayırdı. Dostu gəncliyində çox cəld bir heyvan olsa da, indi qocalmışdı və ayaqları tez-tez ağrıyırdı. Kəndin uşaqları hər gün daxmanın yanından keçir, lakin qoca itə o qədər də əhəmiyyət vermirdilər. Onların arasında yalnız balaca Nihat həmişə ayaq saxlayır və ovcuna qoyduğu çörəklə onu sevindirirdi. Günlərin bir günü Kamran dayı birdəfəlik şəhərə köçməli oldu və əşyalarını maşına yığdı. O, qoca iti şəhərə apara bilməyəcəyini düşünüb, onu Nihada verməyi qərarı aldı. Maşın yerindən tərpənəndə dostu bərkdən ulayıb onun arxasınca qaçmaq istədi. Nihat Sadiq heyvanı bərk-bərk qucaqladı və göz yaşları ilə onu sakitləşdirməyə çalışdı. Yeni evində Nihat it üçün isti bir künc düzəltdi və ona xüsusi qayğı göstərdi. Aradan aylar keçdi. Heyvan bu mehribanlığa öyrəşdi və Nihadı özünə yeni sahib bildi. Payızın dumanlı günlərindən birində kəndin yollarında qəfildən tanış bir maşın göründü. Bu Sadiq dostunun həsrətinə dözə bilməyib geri qayıdan köhnə sahib Kamran dayı idi. Dostu maşının səsini eşidən kimi yerindən sıçradı və birbaşa həyət qapısına tərəf qaçdı. Nihat itin köhnə sahibini görüb necə sevinclə atılıb düşdüyünü kədərlə izləməyə başladı. Sadiq heyvan gah Kamran dayının ayaqlarına qapanır, gah da dönüb Nihada tərəf baxırdı. Onun kiçik qəlbində iki böyük sevgi hissi arasında çarəsiz bir tərəddüd yaşanırdı. Kamran dayı itin bu çarəsizliyini və Nihadın gözlərindəki sevgini görüb dərindən ah çəkdi. O, yavaşca əyilib dostunun başını sığalladı və onun həmişəlik Nihadın yanında qalmalı olduğunu anladı.